110 nömrəli suala baxaq. 44,8 litr astilenin hidratlaşmasından 50% çıxımla neçə qram sirkə aldehidi almaq olar? Birinci növbədə astilenin hidratlaşma reaksiyasını yazaq. C2H2 üstə gəlinsin su. Alınacaqdır sirkə aldehidi, yəni C2H4O2, daha doğrusu O. 44,8 litr astilen reaksiya girib. Yazaq bura 44,8 litr. Görək buradan, yəni 44,8 litr astilen reaksiyaya girdikdə nə qədər sirkə aldehidi alınır? Burada yazaq x qram. 22,4-ə də 22,4-ə yazacağıq. Deməli 24 4 28 16 o deyiləcək 44. İndi buradan x-i tapaq. 22,4-dən 44,8 xısar olacaq, qalacaq 2. X-imiz də olacaq 88. Deməli biz nəzəriyyədə sübut elədik ki, 88 qram 100% çıxımla alınır. Bu uşaqlar nəzəri çıxımdır. Bəs yaxşı, praktiki çıxım 50% olarsa nə qədər alınacaqdır? Burada yazaq x. Və salam. Bundan bunu ixtisar edəsək 2. X-imiz də eləyəcəkdir 44. Doğru cavabımız 44 qramdır. 112 nömrəli suala baxaq. Cədvəl qeyd olunub. Cədvəldə alkan və doymuş aldehiddən bəhs olunur. Emirləri eynidir və bizə deməli x-i müəyyən etmək, yəni doymuş aldehiddəki S+S vəziyyətində olan rabitələrin sayını nəzərdə tutur. Əvvəlcə gəlin yadımıza salaq görək. Alkanlarda S+S hansı rabitələri nəzərdə tutur? Biz bilirik ki, alkanlarda deməli ümumi formul CnH2n üstə gəlinsin 2-dir. Sp3S rabitələrini dedikdə, yəni S+S vəziyyətində olan bizdə karbon atomlarıdır. S orbitalı isə hidrogen atomları nəzərdə tutur. Yəni karbon və hidrogen arasındakı rabitələrin sayını qeyd edibdir cədvəldə. Elə karbon və hidrogen arasındakı rabitələrin sayı hidrogenlərin sayına bərabərdir. Burada görürük ki, S+S 10-da. Deməli, bu birləşmədə, alkanda 10 dənə hidrogen atomu var. Görək söhbət hansı maddədən gedir? Deməli, 2n üstə gəlsin 2 bərabərdir 10-a. N də bərabər olacaqdır. Deməli, 10-dan 2 çıxsaq 8, 8-də 2-yə bölsək eləyəcək 4. Bizim alkanımız C4H10-dur. İndi gəlin bu hissəni silək. Və bizə də deyir ki, cədvəldə qeyd olunub ki, emirlər bərabərdir. Yəni alkanla aldehidin emiri eynidir. Aldehidlərin ümumi formulu CnH2nO-dur. Bu da bərabər olacaq alkanın kütləsinə. Burada alkanın kütləsi 58-dir. Bərabər eləyək 58-ə. Buradan asanlıqla biz n-i tapa bilərik. 14-in üstə gəlinsin 16 bərabərdir 58-ə. N də bərabər olacaq 3-ə. Bu propanaldır. Gəlin propanalı açıq formada yazaq. CH3, CH2, COH. İndi burada S+S rabitələrin sayını tapaq. Biz bilirik ki, aldehidlərdə deməli 2 qat rabitə ilə oksigenə birləşən karbon atomu sp2 vəziyyətdədir. Yerdə qalan bütün karbonlar isə sp3 vəziyyətdə olacaqdır. Yazaq. Bu da sp3, bu da sp3. Aha. İndi sp3 S deyirsə, yəni karbon hidrogen arasındakı rabitələri nəzərdə tutur. Burada sp3S, bax burada 3 dənədir. Burada isə 2 dənədir. Yəni biz bunu açıq formada yazsaq, gəlin bunu göstərək. H və H. Burada da
Bu rabitəmizi çəkək. Deməli H, bu da H. Burada deməli sp3 vəziyyətindədir bu karbon atomları, bu da sp3'dür. Hidrogenlər isə s orbitaldır. Ümumi saysa 3'ü buradadır. 1, 2, 3. 3'ü buradadır. İkisi də buradadır. 1, bu da 2. Toplam 3 isə yansın 2. Bərabər olacaq 5'ə. Deməli aldehiddə sp3 s rabitələrinin sayı 5'ə bərabər olacaqdır. 113 nömrəli suala baxaq. Eyni mol miqdarında götürülmüş butanal və etanal qarışığına artıq miqdarda götürülmüş gümüş piroksidin amonyakda məhlulu ilə təsir etdikdə 43,2 qram gümüş ayrıldı. İlkin qarışıqda etanalın kütləsini qramla hesablayın. Birinci növbədə gəlin reaksiyalarımızı yazaq. Deməli, butanalın oksidaşmasını yazaq. C4H8O üzərinə gümüş piroksid gəldikdə alınacaqdır butan turşusu, yəni C4H8O2, bir də 2 mol gümüş. Sonra etanalı yazaq. C2H4O üzərinə gəlirik gümüş piroksid alınacaqdır. C2H4O2 üstə gəlinsin 2 mol gümüş. İndi deyir eyni mol miqdarda götürüblər. Burada N yazaq, burada N yazaq. Deməli burada N yazaq. Hər birindən, yəni N mol götürdükdə burada da 2N gümüş ayrılır. Burada da 2N gümüş ayrılır. Bizə də deyir ki, ayrılan gümüşün kütləsi 43,2 qramdır. Biz bunu molla ifadə elədik. İndi kütləyə çevirəcəyik. 2N gümüş birindədir, 2N də digərində. Vuracağıq gümüşün kütləsinə, yəni gümüşün kütləsi 108'dir. Bərabər eləyəcəyik məsələ şərtində verilən kütləyə 43,2'yə. Buradan da N'i tapaq. 4N vurulsun 108 bərabərdir 43,2'yə. 108'i 4'ə vuranda 432 eləyir. N də bərabər olur 0,1. Deməli hər birindən 0,1 mol götürülübdür. Bu da 0,1'dir, bu da 0,1'dir. Bizə isə etanalın kütləsini soruşur. Etanalın da MR-ini tapsaq, yazaq. Deməli 24 üstə gəlinsin 4 üstə gəlinsin 16. 24 plus 16 eləyəcək 40, o da 44. 44 qramdır 1 molun kütləsi. 0,1'i də hesablasaq, bu da eləyəcək 4,4 qram. Düzgün cavabımız 4,4 qramdır. 4 qram metil spirtinin oksidaşmasından alınan aldehidlə neçə qram gümüş piroksidi reduksiya etmək olar? Birinci növbədə gəlin metil spirtindən aldehidin alınma reaksiyasını yazaq. CH3OH alınacaqdır HCOH. Sxematik olaraq belə yazdıq. Əmsalla falan ehtiyac yoxdur. Biz əsas karbonların sayıdır. Karbonların sayı bərabər olsa heç əmsala ehtiyac yoxdur. Deməli yazaq bura 64 qram metil spirti. Bura yazaq x mol. Bunun da kütləsi 32 qramdır. Burada yazaq 1 mol. Bundan bunu ixtisar eləsək qalacaq 2. X ilə bərabər olacaq 2 mola. İndi CH2O, yəni qarışqa aldehidin oksidaşmasını yazaq. Gümüş piroksidlə alınacaqdır CH2O2, yəni qarışqa turşusu. Bir də sərbəst gümüş alınır. Neçə qram deyir gümüş piroksidi? Bura yazaq A qram. Burada isə 2 mol almışdıq. Deməli 1 mola da gümüş piroksidin kütləsi 232'dir. A da bərabər olacaqdır 464 qrama. Doğru cavabımız 464 qramdır. %117 nömrəli suala baxaq. Doymuş aldehidin 23,2 qramının hidrogenlə reduksiyasından 24 qram doymuş bir atomlu spirt alınmışsa,
Bu aldehid molekulunda neçə sp3 hibrid orbitalı olar? Gəlin baxaq. Deməli, aldehidimizin formulu CnH2nO-dur. Üzərinə hidrogen gəldikdə bir atomlu spirt alınacaqdır. CnH2n plus 2O. Ümumi şəkildə belə yazdıq. 23,2 qramının aldehidin kütləsidir. 24 qramda doymuş bir atomlu spirtin kütləsidir. Bizdən də deyir aldehid molekulunun neçə sp3 hibrid orbitalı olduğunu soruşur. Eni taparaq şərtdə verilən sualı tapa bilərik. Fikir versə uşaqlar 23,2 qram reaksiyaya girib 24 qram spirt alınıbdır. Aradakı fərq 0,8-dir. Yəni 0,8 qram hidrogen birləşibdir. Deməli, burada yazaq 2 qram, burada yazaq 14, en üstə gəlinsin 16. Bununla bunu ixtisar eləsək 0,4. Deməli, 4 ilə 23,2-ni də ixtisar aparsaq 14, en üstə gəlinsin 16 bərabərdir. 23-ün içərisində 4 5 dəfə, 32-nin içərisində 4 8 dəfə, 58 eləyəcək. 58-dən də 16-nı çıxsaq 42 eləyəcək. Eyni də bərabər olacaq 3-ə. Aha, bu propanaldır. CH3, CH2, COH. Burada aldehid qrupundakı karbon atomu sp2 vəziyyətindədir. Yerdə qalanları isə sp3 vəziyyətindədir. sp3 vəziyyətində olan 4 dənə karbondur. Bir dənə sp3 4 hibrid orbital deməkdir. Deməli, 4 hibrid orbitaldan, yəni 2 dənə karbon atomumuz sp3 vəziyyətində olduğundan 4-ü vuracaq 2-yə bərabərdir 8-ə və yaxud da 4-ü buradadır, 4-ü də buradadır. Toplam eləyəcək 8 dənə. Yəni 8 dənə sp3 hibrid orbitalı var. 119 nömrəli suala baxaq. Deməli, benzolun üzərinə biz propen gələcəyik. Benzolun üzərinə propen gəlməsi Friedrich-Krafts üsuludur uşaqlar. Friedrich-Krafts üsulunda başqa bir adı alkilləşmə reaksiyasıdır. Bu birləşmə reaksiyasıdır. Bu zaman alkin birbaşa benzol nüvəsindən birləşəcəkdir. Alınan maddəyə biz izopropil benzol və yaxud da kumol deyəcəyik uşaqlar. Bu bizim kumolumuzdur. Daha sonra kumolu oksiləşdiririk. Kumol oksiləşən zaman keton və fenol alınacaqdır. Fenolumuz da C6H5OH-dır. Burada yazaq OH. İndi bizdən soruşur ki, karbon atomlarının, yəni YZ bunlardır, karbon atomlarının hibrid orbitalların sayıları cəmini. Ketonda yalnız ikisi sp3 vəziyyətindədir. Keton qrupundakı, yəni oksigenə birləşən karbon atomu isə sp2 vəziyyətdədir. Benzol nüvəsində olan karbon atomları, yəni fenol deyirəm, benzol nüvəsindəki karbon atomlarının hamısı sp2 vəziyyətində. 6 dənə karbon atomu varsa 6-sı da sp2-dir. Burada deməli 18 dənə hibrid orbitalımız var. 6-nı vurduq isə elədi 18. İndi gəldik ketona. Ketonda 2 dənəsi sp3 vəziyyətində, 2-ni vuracaq 4-ə, üstə gələcək 3-ü, yəni sp2 3 dənə hibrid orbital deməkdir. 8-in üstə 3 11 elədi. 11 ilə 18-in toplam cəmi eləyəcəkdir 29. Yəni bu birləşmələrdə cəmi 29 hibrid orbital var. 20 nömrəli suala baxaq. Cədvəldə propanal və doymuş keton qeyd olunub, molları bərabərdir. Ümumi qarışığın kütləsi 13 qramdır. Bizdən soruşur ki, keton molekulunda neçə karbon atomu var? Bir də deyir ki, şərtdə gümüş biroksid ilə reaksiyasına alınan gümüşün mol sayı. Təbii ki, burada propanal gümüş biroksidlə reaksiyaya girəcəkdir. Keton reaksiyaya girməyəcəkdir. Yəni biz bundan istifadə edərək həm propanalın mol sayını, eyni zamanda ketonun da mol sayını tapmış olarıq. Mol sayıları tapandan sonra təbii ki, kütlələrini də rahatlıqla tapa bilərik. İndi gəlin yazaq. Propanal oksiləşən zaman, yəni C3H6O gümüş biroksid ilə reaksiyaya girən zaman C3H6O2 bir də sərbəst gümüş alınacaqdır. Gümüşün mol sayı qeyd olunur 0,2-dir. İndi biz burada molu tapsaq, bura A ilə ifadə eləyək. Çünki A mol götürülübdür.
1 yazaq, burada yazaq 2. A-nın molu olacaqdır. Deməli 0,1 mol. Deməli C3H6O 0,1 moldur. 0,1 mol da ketondur. Ketonun formulunu bilmirəm. C-nin H2-in O kimi yazaq. Hə. Ümumi qarışığın kütləsini də 13 qram veribdir. Gəlin yuxarını silək. Bizim işimiz rahat olsun. Hə. Ümumi kütlə 13 qramdır. İndi buradan aldehidin kütləsini tapaq. Deməli 36 üstə gəl 6 42. Bu elədir 42 üstə gəlsin 16. Bu da eləyəcək 58. 0,1-ə vursaq 5,8 yazaq. Deməli 0,1-ə vursaq 58-ə üstə gəlinsin 0,1 vurulsun 14-ün üstə gəlinsin 16. Ketonun kütləsi bərabər edəcək 13-ə. Hər tərəfi 0,1-ə bölək. 58 üstə gəlinsin 14 en üstə gəlinsin 16 bərabərdir. 13-ü 0,1-ə böləndə eləyəcək 130. 58 ilə 16-nın toplam cəmi eləyəcəkdir 74. 14 en bərabərdir. 130-dan da 74 çıxsaq 74 çıxsaq 6 deməli 12 56 en də bərabər elə olacaqdır 4-ə. Hə. Deməli ketonun da karbon atomlarının sayı 4-ə bərabərdir. Bizdən nəyi soruşur? Elə ketonda olan karbon atomlarının sayı. Doğru cavabımız 4-dür. %22 nömrəli suala baxaq. Cədvəlimizdə alkan, doymuş alfatik aldehid, bir də doymuş alfatik keton qeyd olunubdur. Molekul kütlələri bərabərdir. Homoloji sırada yerləri bizdən soruşur. Bir dənə alkanın yerini qeyd olunur. Biz bilirik ki, alkanlarda N böyük bərabər 1-dən başlayır. Düsturumuz da CnH2n plus 2-dir. Elə homoloji sırada 7 olmağı bu 7-ci karbon atomu olduğunu, yəni 7-ci alkan olduğunu, yəni C7H16 olduğunu göstərir. Emirləri bərabərdir. Gəlin bunun emirini tapaq. 12 vur 7 84 üstə gəlsin 16 bu da eləyəcəkdir 100. Deməli həm aldehidin, həm də ketonun formulları, yəni formulları eyni olacaq, emirlər də eyni olacaq. Ümumi formulumuz CnH2n-O'dur. Bu da bərabər olacaq 100-ə. 14 en üstə gəlinsin 16 bərabərdir 100-ə. 14 en bərabərdir 84-ə. En də bərabər olacaq 6. Aha. İndi həm aldehid üçün, həm də keton üçün görək karbon sayı 6 olduqda homoloji sırada yeri necə olacaqdır? Aha. Deməli, N-i 6 tapdıq. Ümumi formumuz C6H12O-dur. Aldehidlərdə N böyük bərabərdir 1-dən başlayır. Yəni, bu elə 6-cı yerdədir. Belə başlayır da. Yəni, CH2O, C2H4O. Nəsə, çox uzatmayaq. Yazacağıq C6H12O. Bu oldu bizim X-imizin qiyməti bərabər olacaq 6. Yəni aldehid üçün 6-cı yerdədir bu. İndi yaxşı, keton üçün yazsaq, amma ketonlarda biz demişdik ki, N 3-dən başlayır. Hə. N 3-dən başlayır. Yəni C3H6O-dan başlayır. İlk nümayəndəmiz aseton idi. İlk nümayəndəmiz. Deməli, bu birinci nümayəndəmizdir. İkinci nümayəndəmiz C4H8O. Üçüncü nümayəndəmiz C5H10O. Dördüncü nümayəndəmiz C6H10, daha doğrusu C6H12O-dur. Deməli,
Ketonda bu 4-cü yerdə olacaq. Y də bərabər 4-ə. Bizdə x plus y cəmini soruşur. 6 plus 4 bərabər eləyəcək 10-a. 124 nömrəli suala baxaq. Cədvəldə alkan, aldehid və keton qeyd olunubdur. Bizə deyir ki, bərabərdir. Nisbi molekul kütlələrin hamısı eynidir. Şərtdə də nəyi soruşur? Deməli, keton reduksiya məhsulu butanol 2 olarsa, x, y, z cəmini hesablayın. Reduksiya reaksiyası dedikdə nəyə nəzərdə tutur? Yəni, CN, H2N, onun üzərinə hidrogen gəldikdə spirt alınacaqdır. CN, H2N plus 2O. Bizə deyir ki, reduksiya məhsulu butanol 2-dir. Butanol 2-nin formulunu yazsaq, 4 dənə karbon, ikinci karbon atomundan OH-ı çıxardırıq. Deməli, bu ketonumuz butanol 2-dir. Butanol 2-nin reduksiya məhsulu butanol 2 olacaqdır. İndi bizim formulumuz məlum oldu. Bu C4H8O-dur. Ümumi kütləsi 48 üstəgəlsin 8 üstəgəlsin 16. Deməli 56, 56-nın üstünə də 16 gəlsək eləyəcəkdir 72. Aha, nisbi molekul kütlələri 72-dir. Aldehidlə keton onsuz da karbon sayları eyni olacaqdır. Ümumi formullar da eynidir. İndi isə gəlin alkanın formulunu tapaq. CnH2n üstə gəlinsin 2 bərabərdir 72-yə. 14n üstə gəlinsin 2 bərabərdir 72-yə. N də bərabər olacaqdır 5-ə. Deməli, bu C5H12-dir. Karbon atom sayı 5-ə bərabərdir. İndi isə gəlin baxaq. X 5 oldu. Y və Z bir-birinə bərabərdir 4 oldu. Hesablasaq 5 üstə gəlinsin 4 üstə gəlinsin 4 bu deyiləcəkdir 13.